Bugünkü dərsimiz Atropatena dövlətidir. Görək ki, Atropatena dövləti yaranmazdan əvvəl hansı şərait yarandı ki, bu dövlət Azərbaycan cənubunda ikinci dövlət formalaşdı. Biz bilirik ki, Azərbaycanda eradan əvvəl 9-cu əsrdə Azərbaycanın ilk dövləti Manna dövləti yaranıb. Mannanın varlığına son qoydu Midiya. Midiyanın varlığına son qoydu Əhəməni. Əhəməninin də varlığına gəldi son qoydu Makedoniyalı İskəndər. Makedoniyalı İskəndər Əhəməni dövlətini 331-ci ildə Qavqamela döyüşünə girdi. 330-cu ildə Əhəməni dövlətini süqut etdirdi və Makedoniyalı İskəndər bütün bu boyda imperiyanın hamısına sahib oldu. Və bu boyda imperiyanın içində Manna türk, Midiya türk, Əhəməni fars idi. Ona görə də Mannaya kiçik Midiya deyilirdi, Midiyanın özünü isə böyük Midiya deyilirdi ta Əhəmənilərin dövründən. Makedoniyalı İskəndər Qavqamela döyüşündə 3-cü Dara ilə dalaşanda 3-cü Daranın satraplarından biri də Atropat adlı bir şəxs idi. Atropat sözünün mənası odu qoruyub saxlayan deməkdir və Əhəmənilər atəşpərəstlik dininə sitayiş eləyirdi. Atropat hər üç döyüşdə Qranik, İz, Qavqamela döyüşlərində canla başına iştirak eləmiş, hətta Atropatla yanaşı Alban tayfaları da, Sak tayfaları da, Kaspi, Kadusi tayfaları da iştirak etmişdi. Zaten biz bunların üçünün baş hərfini bir araya yığsaq, Sak alınır. Saklar. Həm Sakın öz tayfa adı var, həm də baş hərflərini bir yerə yığsaq, Sak tayfaları üstəgəl Atropat Qavqamela döyüşünə canla başla iştirak eləyiblər. Əhəməniyə xidmət eləyiblər. Lakin Qavqamela döyüşündən sonra Atropat başa düşdü ki, vuruşma mənasızdır. Artıq Makedoniyalı İskəndər qalibiyyətin bir addımındadır. Ona görə də Əhəməninin ordusunu tərk eləyib çıxıb getdi oturdu Qazaka dağında. Qazaka, daha doğrusu Qazaka şəhərində. Qazaka da dağın üstündə yerləşirdi. Hökmdarların and içmə mərasimi orada olurdu. Və Atropat dağın ətəyindən qalxdı dağın başına, getdi oturdu Qazakada. O da sitayiş edə, yəni gününü keçirtdi. Hətta 3-cü Daranın ölümündən sonra bütün imperiyaya sahib olan Makedoniyalı İskəndər 3-cü Daranı çağırsa da 3-cü Dara bir küskünlük var idi içində, gəlmədi İskəndərin yanına. İskəndər isə tutduğu bu əraziləri Əhəmənilərin satraplarını oradan qovdu. Buradan öz yerli canişinlər, hərənin öz ərazisinə yerli canişinlər təyin edərək idarə etməni yerinə yetirdi. Amma ona lazım idi Atropat kimi bir insanlar. Həm sədaqətli, həm də belə deyək, başı çıxan bir satrap lazım idi. Amma Atropat gördü ki, bu küskünlük ona bir xeyir gətirmir. Ona görə də eradan əvvəl 328-ci ildə dağdan enərək gəldi Makedoniyalı İskəndərin yanına, üzrxahlıq elədi, hətta ona yeyib içmək də verdi İskəndərə. 100 dənə Amazonka qadını da hədiyyə gətirdi. Amazonka qadını əlində təbərzin, yəni iki başlı balta oynadan qadınlara deyirlər. Əlində iki başlı Amazonka təbərzin oynadan qadınlara Amazonka qadınları deyirlər və Atropat 100 dənə də bundan Makedoniyalı İskəndər üçün hədiyyə gətirdi. Və Makedoniyalı İskəndər Atropatın iradəsinə görə, nüfuzuna görə onu bağışladı və onu satrap təyin elədi. Harda? Kiçik Midiyada, yəni əvvəlki Mannanın ərazisində. Böyük Midiyanı isə özündə saxladı, çünki əsas ticarət yolları Böyük Midiyadan keçirdi. Özü isə 327-ci ildə çıxdı getdi İskəndər Hindistana. İskəndərin Hindistanda olmasından istifadə edən Böyük Midiyada Baryaks adlı bir nəfər, türk idi təbii ki, Böyük Midiyada yaşayırdı. Baryaks adlı bir nəfər üsyan qaldırdı. Baryaks adlı bir türk İskəndərə qarşı, Makedoniyalılara qarşı üsyan qaldırdı və bir uşaqlar var Kiçik Midiyada üsyan, var Böyük Midiyada üsyan. Böyük Midiyada üsyan deyəndə tarixdə eradan əvvəl 327-ci il Baryaksın üsyanı götürülür. Amma Kiçik Midiyada deyəndə isə eradan əvvəl 522-ci ildə Qaumatanın Əhəmənilərə qarşı üsyanı götürülür. Deməli, Baryaks Böyük Midiyada üsyan qaldırdı. Atropat
çox yaxşı başa düşürdü ki, İskəndər gələcək, bu üsyanı yatıracaq və türkləri cəzalandıracaq. Ona görə də Baryaksının üsyanını yatırtıb türkləri cəzadan qurtardı. Üstə gəldi özü İskəndərin yanında böyük nüfuza sahib oldu. İskəndər Hindistandan qayıdandan sonra yorğun arğın gəldi, gördü ki, ona qarşı baş vermiş bir türkün üsyanını Atropat yatırtıb. Ona görə də Atropatı belə deyək, daha çox istədi. Hətta Makedoniyalı İskəndərin Perdikka adlı bir sərkərdəsi var idi. Perdikka ilə Atropatın qızını evləndirib daha yaxın bir münasibətdə oldular. Lakin eradan əvvəl 323-cü ildə Makedoniyalı İskəndər qəfil vəfat etdi. Onun vəfatından sonra imperiyanı bir müddət Perdikka idarə eləsə də, amma artıq 321-ci ildən imperiya parçalanmağa doğru gedirdi və Perdikka da vəfat elədi. Makedoniyalı İskəndərin imperiyası 3 hissəyə bölünüb. Biri öz vətəni olan Makedoniya, biri Misrə, biri də Selevkilərə. Yəni İskəndərin tutduğu bu boyda imperiya artıq oldu Selevkilər. Baxın, Mannanın varlığına, Midiyan varlığına Əhəməni. İskəndər gəlib Əhəməni süqut etdirmişdi. İskəndərin ölümündən sonra həmin imperiyanın adı oldu Selevki. Yəni İskəndərdən əvvəl Əhəməni, İskəndərdən sonra isə Selevki. Ən böyük ərazi oldu Selevki. Amma hamı Atropatı tanıyırdı. Elə ki, Selevkilər yarandı burada. Amma hamı Atropatı tanıyırdı. Atropat ayrıldı. Makedoniyalı İskəndərin ölümündən sonra çəkildi öz, belə deyək, kiçik Midiyasına. Orada özü üçün öz adına müstəqil bir dövlət yaratdı. Ümumiyyətlə Makedoniyalı İskəndərin ölümündən sonra Azərbaycanın cənubunda ikinci dövlət olan Atropatena dövləti, birinci Manna idi, ikinci Atropatena. Azərbaycanın şimalında isə ilk dövlət olan Albaniya dövləti yaranıb. Hər ikisi İskəndərin ölümündən sonra yaranıb. Atropat çəkildi kiçik Midiyasına, özünü burada hökmdar elan elədi və öz adına Atropatena dövlətini yaratdı. Paytaxt elədi küsüb getdiyi Qazaka şəhərini, eləcə də Atropatilər sülaləsinin də banisi oldu. Bax, Atropatın hakimiyyətinə aid olan bu 3 dənə hadisədir. Bunların hamısı sadəcə Atropatın satraplıq dövrünə aiddir. Atropatdan sonra hakimiyyətdə olan Artabazan, eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antioxun hücumuna məruz qalacaq və ondan asılı olacaq. Görək indi bu Antiox kimdir? Selevkilərin banisi Selevki idi. İskəndər öləndən sonra necə ki Atropat çəkilib Azərbaycanın cənubunda özünə dövlət yaratdı, digər qalan ərazilər isə hamısı qaldı Selevk adlı bir satrapa. Bu da İskəndərin çox istədiyi adamlardan biri idi. Hətta Selevki Atropatla yəni çox gözəl bir münasibətdə idi. Yəni Atropat da, Selevki də, ikisi də İskəndərin sevdiyi adamlardan olub. Ona görə də Atropat da dövlət yaradanda, Selevki də dövlət yaradanda bunların arasında hər şey çox gözəl idi. Atropat öldü, onun yerinə keçdi Artabazan. Selevkilərdə də Selevki öldü, onun yerinə keçdi 3-cü Antiox. 3-cü Antiox yaramazın təki idi. Onunla Artabazın münasibəti, yəni birincilər dost olub, ikincilər düşmən olacaq. 3-cü Antiox 3-cü əsrdə Atropatena dövlətinə hücum edib, onu öz təsir dairəsinə aldı. Yəni onun özündən asılı elədi. Ta 190-cı ilə qədər. 190-cı ildə Romalılar hücum eləyəcək, Magneziya döyüşü olacaq. Magneziya döyüşündə Selevki hökmdarı 3-cü Antiox öldürüləcək, Selevkilər süqut eləyəcək və bundan sonra da Atropatena yenidən müstəqil olacaq. Atropatenanın ilk müstəqil olması yarananda İskəndərin ölümündən sonra 321, yenidən müstəqil olması isə 190 Magneziya döyüşündən sonradır. Biz İskəndərin ölümünü 323 görsək də, Perdikkanı 321 görsək də, amma Atropatena yaranması İskəndərin ölümündən sonraya aiddir. İndi görək Roma kimdir? Roma buradan hücum edən bir dövlətdir və ərazisini şərqə doğru genişləndirmək istəyir. Bu zaman onun şərqdə rəqibi Selevkilər idi və bunların arasında 190-cı ildə Magneziya döyüşü olub, Roma qalib gəlib Selevkiləri süqut etdirib. Və Selevkilər süqut eləyəndən sonra onun torpaqları kimə qaldı? Burada bir Parfiya dövləti var idi. Bir də Baktriya dövləti var idi, onlar arasında bölündü. Amma ən çox ərazi Parfiyaya qalmış oldu. Elə bil ki, Parfiya və Roma dalaşacaq artıq.
əvvəl Selevkilərlə Roma dalaşdı 190-cı ildə. Selevkilər süqut elədi. İndi Romanın şərqdəki rəqibi artıq Parfiya dövləti olacaq. Artabazdım dövründə biz Fraspa döyüşünü görmüş olacağıq. Deməli, Atropat dövlətin banisidir, paytaxt Qazaka Atropatlər sülaləsinin banisidir. Artabazan eradan əvvəl 223-cü ildə Selevk hökmdarı 3-cü Antioxdan asılı olub. Biz bu azad olub, bunu aid eləyə bilmərik. Kimin dövründə azad olub, biz onu bilmirik. 3-cü Antioxdan sadəcə Artabazan asılı olub. Bax, tığlar birincidə t. O'lar isə axırdadır. Artabazdır. Artabaz elə bil ki, Albaniyanın, daha doğrusu Atropatenanın hökmdarıdır. Və Roma hücum eləyirsə, iki qonşu bir-biri ilə yaxınlaşacaq. Parfiyanın Romanın arasında 200 ilə yaxın bir döyüş gedib. Amma bu döyüşdən bizə 3 dənə il lazımdır. Eradan əvvəl 53-cü ildə Karra döyüşü, Eradan əvvəl 38-ci ildə Hindar döyüşü, və eradan əvvəl 36-cı ildə Fraspa döyüşü. Fraspa, Atropatenan şəhəridir. Bunların üçündə də Roma iştirak edən tərəfdir və üçündə də Atropatenanla Parfiya dostdur. Sadəcə bu döyüşlərin ikisində sırf Parfiyanın özü iştirak edir, Atropatena elə belə dostluq eləyir. Bax burada. Amma Fraspa döyüşündə Atropatena iştirak edir, Parfiya ona belə deyək yoldaşlıq eləyir. Eradan əvvəl 53-cü ildə Karra döyüşündə Parfiya qalib gəldi. Çünki Roma hələ buraları yaxşı tanımırdı. Parfiya qalib gəldi, Roma məğlub oldu. Eradan əvvəl 38-ci ildə Hindar döyüşündə Roma qalib gəldi, Parfiya məğlub oldu. Eradan əvvəl 36-cı il döyüşündə isə Roma məğlub oldu, Atropatena qalib gəldi. Deməli, Romanın, mən baxıram ki, burada qalib gəldi ki, bircə dənə döyüş, demək, Hindar döyüşüdür. Bax, eradan əvvəl 53 Roma məğlub, Parfiya qalib. Eradan əvvəl 38 Roma qalib, Parfiya məğlub. Eradan əvvəl 36 Roma məğlub, Atropatena qalib. Mən baxıram ki, Romanın qalib gəldiyi bir dənə 38-ci il döyüşüdür. Deməli, Parfiyanın 53-də dalaşdı Roma məğlub oldu. 38-də dalaşdı, qalib gəldi. Sonra fikirləşdi ki, görək bu Parfiya özü qalibdir, yoxsa Atropatenan sayəsində qalibdir. 36-cı ildə hücum elədi Atropatenanın ərazisinə. Fraspa döyüşündə Atropatena qoşununa məğlub oldu. Hətta 35.000 qoşun itirmişdi bu şərqdəki müharibə dönəmində. Yəni Roma gördü ki, Parfiya deyil, Atropatena daha güclüdür. Yəni Atropatenan qoşununun sayəsində Parfiya qalib gəlir. Və bu Parfiyanı qorxuzdu. Parfiya Roma Atropatenada məğlub olub qayıdandan sonra, yəni Fraspa döyüşündən sonra Atropatenaya hücum elədi ki, sən məndən asılı olmalısan. Bu zaman Atropatena hökmdarı Artabazdan Fraspa döyüşündən sonra mövqeyi dəyişdi. Deməli, eradan əvvəl 36-cı ilə qədər Atropatenanın dostu Parfiyadır, yəni müttəfiqi. Eradan əvvəl 36-cı ildən sonra isə Roma olacaq. Niyə? Özünü qorumaq. Eradan əvvəl 36 Fraspa döyüşündən sonra Parfiya Atropatena torpaqlarına hücum edib onu asılı eləmək istəyəndə Atropatena mövqeyini dəyişərək Roma ilə yaxınlaşdı. Məqsəd Parfiyadan özünü qorumaq. Və Artabaz oğlu Ariobarzanı göndərdi Romaya. Oğlu Ariobarzan 10 il Romada yaşayıb. Oktavian Avqustla aralarında çox gözəl bir dostluq münasibəti olub. Hətta Oktavian Avqust erməni çarlığının idarəsini də Ariobarzana vermişdi və demək Oktavian Avqustun əli ilə hakimiyyətə gəlib Ariobarzan. Ariobarzandan sonra söhbət neçənci ildən gedir? Eradan əvvəl 20-ci ildə hakimiyyətə gəlib. Ariobarzan öləndən sonra artıq hakimiyyətə Ariovast keçəcək. Amma artıq Ariovast hakimiyyətə keçəndə Romalılar buradan çəkilib gediblər. Niyə? Çünki Oktavian Avqust ölür, Romanın şərqdə mövqeyi zəifləyir. Romanın şərqdə Atropatenanın yanında mövqeyini zəiflədiyini görən Parfiya bizim eranın 20-ci ilində hücum eləyəcək, Atropatenanı süqut etdirəcək. Deməli, Atropatena dövlətinin yaranması eradan əvvəl 321-ci il, süqutu isə bizim eranın 20-ci ilindədir. Hadisənin biri eradan əvvəl, biri bizim erada baş verdiyi üçün üstə gəlirik və nəticə 341 il eləyir. Dövlətin banisi Atropat,
Paytaxtı Qazaka şəhəri, ərazisi Azərbaycanın cənubu, əvvəlki Mannanın ərazisi, ən böyük demək gölü və düzənliyi Urmiya gölü və onun ətrafı idi. Şimalında Qaradağ silsiləsi, qərbində isə Zagros, Hurilərin vaxtıkən yaşadığı Zagros dağ silsiləsi uzanırdı. Atropat dövlətin banisi idi. Paytaxt Qazaka idi və Atropatlər sülaləsinin banisidir. Yerdə qalan hadisələrin hamısı isə Atropatın satraplıq dövrünə aiddir. İkinci hakimiyyətdə oturan Artabazandır. Artabazan deyəndə ad görsüz uzundur. Artabazanla müqayisədə uzundur. Artabazan deyəndə Selevk hökmdarı 3-cü Antioxdan asılı olmaq yadımıza düşəcək. Lakin 190-cı ildə Magneziya döyüşündə Atropatena müstəqil olanda kim idi hökmdar biz onu bilmirik. Növbəti hökmdar Artabazdır. Fraspa döyüşünə qədər Parfiyana müttəfiq, Romana düşmən, Fraspa döyüşündən sonra isə nabarod Roma ilə dost olub, Parfiyana düşmən olub. Hər ikisində məqsəd özünü qorumaq idi. Ariobarzan 10 il Romada yaşayıb, Oktavian Avqustla çox yaxın münasibəti olub, erməni çarlığını idarə edib, hətta Romanın belə deyək əli ilə və eradan əvvəl 20-ci ildə hakimiyyətə gəlib. Ariovasti isə bizim eranın 20-ci ilində hakimiyyətə gəlib. Bax, bu eradan əvvəl 20-də hakimiyyətə gəlib. Ariovasti isə bizim eranın 20-ci ilində hakimiyyətə gəlib. Və bunlar ata oğul ikisi də eyni əsrdə hakimiyyətdə olub. Çünki eradan əvvəl 20-də ata gedib, Artabaz, oğul Ariobarzan gəlib. Ariovasti isə hakimiyyətə gəldi. Ariovastinin hakimiyyətə gəldiyi bir dönəmdə artıq Romanın şərqdə mövqeyi zəiflədi. Niyə? Çünki bu zaman Oktavian Avqust ölmüşdü və Oktavian Avqustun ölümündən sonra Roma qoşunu şərqi tərk elədi. Atropatena hökmdarı Ariovast tək qaldı. Fürsətdən istifadə edən Parfiya hücum edib Atropatena torpaqlarına yiyələndi. Burada neft var idi. Neftə midye yağı deyirdilər. Hərbdə istifadə olunurdu. Belə deyək, oxların ucuna batırıb yanmaq üçün istifadə edirdilər. Atlarını Çinlilər səma atları adlandırırdı. Atlar o qədər sürətlə qaçırdı ki, onlara səma atları deyilirdi. Əsas məşğuliyyət əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət, duluzçuluq, dəmirçilik və s. və axır ümumiyyətlə Azərbaycanda nə məşğuliyyət varsa bütün ölkələrimizə şamil olunmuş olur. Gələk əsas məsələ olan Romaya. Bizim burada görəcəyik ki, gələn dərsimizdə Albaniyanı keçəndə demək Atropatena və Albaniya hər ikisi hücumlara məruz qalıb. Təbii ki, Azərbaycan torpağı olaraq kimlərin, məsələn Romanın, Parfiyanın, yuxarıdan alan tayfaları var, alanların, Selevkilərin hücumuna məruz qalıblar. Sadəcə bu Selevkilər ki var, bu Selevkilər ancaq Atropatenaya gedib, Albaniyaya deyil. Roma hər ikisinə gəlib, alanlar hər ikisinə gəlib, Parfiya hər ikisinə gedib, amma Selevkilər ancaq Atropatenaya gedib və eradan əvvəl 1-ci əsrdə gələn Roma, bizim eranın 1-ci əsrində gələn isə alan tayfalar olub. Romalıları biz eşitdik ki, həm eradan əvvəl 1-ci əsrin 1-ci yarısı gəliblər, həm də 1-ci əsrin 2-ci yarısı gəliblər. Eradan əvvəl həm 1-ci əsrin 1-ci yarısı gəliblər, həm 1-ci əsrin 2-ci yarısı gəliblər. Təbii ki, eradan əvvəl tərsinə götürdüyümüz üçün 100-dən 50-yə qədər 1-ci yarısı olur, 50-dən 1-ə qədər 2-ci yarısı. Deməli, Romalılar həm 1-ci əsrin 1-ci yarısında 66-65-də gəliblər, həm də 36-da gəliblər. Burada gələn, özdə hər ikisində, belə deyək, Romalılar üçün qalibiyyət hesab olunur. Harda? Albaniyada. Məsələn, biz Atropatena və Albaniyanı müqayisə eləyəndə heç vaxt deməyəcək ki, Albanlar Romalıları məğlub etdi. Eşitəcək ki, Albanlar Romalılara məğlub oldu. Düzdür, müqavimət göstəriblər, amma nəticədə məğlub olublar. Amma Atropatenanın bir dəfə də olsa qalibiyyətini eşitəcəyik. Deməli, hər ikisi Romanın hücumuna məruz qalıb. Sadəcə Albaniya heç vaxt Romaya qalib gəlməyib, Atropatena bir dəfə də olsa Romaya qalib gəlib. Eradan əvvəl 66-65-də gələndə Albanlar məğlub olub, Atropatena Romalılardan asılı olub. Yəni xərac verir vaxtında. Eradan əvvəl 1-ci əsrin 2-ci yarısı, yəni 36-da gələndə Albaniya Romalılardan asılı olub, Atropatena isə Romalıları Fraspada məğlub edib. Deməli, 1-ci əsrin 1-ci yarısı, 1-ci gələndə Atropatena asılı olub, Albaniya sadəcə məğlub olub. 2-ci yarısı, 2-ci dəfə gələndə isə Albaniya asılı olub, Atropatena isə müstəqil olub. Deməli, 1-ci əsrin 1-ci yarısı gələndə Albaniya məğlub olub, sonra isə asılı olub. 2-ci yarısında asılı olub. Atropatena isə 1-ci yarısında asılı olub, 2-ci yarısında isə Romalıları məğlub etmişdir.
Nə sualınız olsa verərsiniz. Bir də qeyd edeyim ki, uşaqlar istər Atropatenə, istər Albaniya Makedoniya imperiyasının tərkibində olduğu üçün Yunan mədəniyyətini mənimsəyiblər. Yunan yazısı ilə tanış olublar. Yunan allahlarını tanıyıblar və hər ikisi Makedoniyalı İskəndərin pullarından istifadə ediblər. Hər ikisi. Sonra Albaniyada işləyəcək ki, ticarət o qədər inkişaf edirdi ki, İskəndərin pulları tələbatı ödəmirdi. Yerli hökmdarlar da öz adlarına pullar kəstirmiş oldular. Və biz nə bilirik ki, burada Yunan mədəniyyəti olub. Atropatena da Kerifto adlı bir məbəddə divarın üstündə Yunan allahının adı yazılıb. Oradan bilirik.